Rusiyanın Yekaterinburg şəhərində hüquq mühafizə orqanlarının öldürdüyü Azərbaycanlı qardaşlar Ziyəddin və Hüseyn Səfərovların meyitləri xüsusi ekspertiza ilə müayinə olunub. Bunu Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Ədalət Həsənov bugün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, gecə yarısı meyitlərin müayinəsi başa çatıb. Biz meyitləri müayinə etməmişdən əvvəl ölüm haqqında tibbi şəhadətnamələrinə baxmışıq. Hüseyn Səfərovun meyidinin müayinəsi zamanı küt alətlə qətlə yetirildiyi məlum olub. Biz meyidi müayinə edərkən çoxlu sayda travma müəyyən etmişik. Burun sümüklərinin sınığı, döş qəfəsi deformasiyaya uğrayıb. Göz ətrafı nahiyədə 14-12 sm sahədə qançır var. Üst və alt dodağın selikli qışasında qançırlar, alnın sağ və sol nahiyələrində qançır, döş qəfəsinin arxa səthində 2 ədəd qançır, əllərdə qançır, sol ayağında və xayalarda qançır müəyyən olunub. Hər iki budda çoxsaylı qançır, sol budun iç səthinin zolaq şəkilli sıyrığı, sol baldırın arxa iç səthinin sıyrığı, sol budun 17 sm ölçüdə sıyrığı müəyyənləşib. Ədalət Həsənov həmçinin meyitdə daxili müayinənin həyata keçirildiyini də bildirib. Biz şübhələnirdik ki, zədələnmiş yerlər kəsilib götürüləcək. Meyidin daxili müayinəsi zamanı başında küt alətlə zərbə, baş beynin sərt və yumuşaq qışasında qansızmalar, döş qəfəsində 7-8 qabırğanın yer dəyişən sınıqları müəyyən edildi. Biz qaraciyərin kəsilmiş cırılmış yerlərini tapdıq. Qabırğa arası əzələlərdə də qansızmalar müəyyən olundu. Diafraqmada da geniş qansızmalar var idi. Qarın boşluğunda peritonun partlaması nəticəsində qansızma müəyyən edildi.